Sonra uşaqlar, səhifə 22-23 oxuyub tərcümə edirik. Chocolate chip cookies, şokolad damcılı piçenyalar. Run is at home, Run evdədir. Read a book or play with the kitten, kitab oxu və ya pişik balası ilə oyna. She is so cute, o çox şirindir. Mom says, ana söyləyir. İkinci, then Run has an idea. Sonra Run'ın ideyası var. Let's make chocolate chip cookies, Mom. Ana, gəl şokolad damcılı piçenya düzəldək. Run and his mom make cookies in the kitchen. Run və onun anası gəlsə cümlənin axırına mətbəxdə piçenya hazırlayır. The cute kitten is there too. Şirin pişik balası da oradadır həmçinin. Üçüncü, the cookies are ready. Piçenyalar hazırdır. Don't touch them, dad. Onlara toxunma, ata. They are very hot. Onlar çox istidir. Let's go for a walk. Gəlin, gəzintiyə çıxaq. Mom says, ana söyləyir. Mom and Run wave goodbye to dad and the cute kitten and close the door. Ana və Ryan ata və şirin pişik balası ilə vidalaşdılar və qapını bağladılar. Run and his mom are home again. Run və onun anası yenidən evdədir. Oh no, ah yox. Now there are only 3 cookies. İndi orada yalnız 3 piçenya var. Run says, Run söyləyir. Yummy, Dad says, dadlıdır, ata söyləyir. Dad, you have chocolate on your nose. Ata, sənin burnunda şokolad var.